Salam, hörmətli Prestij Əmlak izləyiciləri. Yenə də sizi biz hardan salamlayırıq? Tam olaraq Seyid Əzim Şirvani küçəsindən. Sözü gedən küçə Luna Park yolu belə deyək ərazisindədir. Yəni adətən Qəbələlərdə deyirlər ki, çöl yolu deyirik bizdə daha çox. Yəni Qəbələnd əyləncə mərkəzinə gedən istirahət mərkəzinin tam bu ayrıcında sizi möhtəşəm apriyentlikli evlə tanış edəcək. Hörmətli izləyicilər, hal-hazırda biz sözü gedən apriyentlikli evə daxil olacağıq. Sözü gedən ev haqqında ilkin olaraq sizə məlumat vermək istədiyim odur ki, ev 2 sotun tərkibindədir və 160 minə sizə təqdim olunur. Nəzərinizə çatdırım ki, Prestij Əmlak sizə günlük, aylıq və eləcə də evlərin satışı ilə hər zaman xidmətinizdədir. Daxil olaq evə. Görək bizi nə gözləyir. Gördüyünüz kimi daxil olduq. Bura sözü gedən apriyentlikli həmin evdir ki, 160 binin daxilində sizə təqdim olunur. Və bu gördüyünüz kimi daimi olaraq təmizlənən, yenilənən qolsuzdur. Sizə günlük kirayə və aylıq kirayə üçün, ümumilikdə ailəvi istirahət üçün lazım olacaq manqaldır, nə bilim, samavar, hər bir, yəni düzdür, samavar olmasa da, amma bu maşa deyil bizdə. Bütün, yəqin onlar sklata yığılıb, bütün avadanlıqlar vardır. Oturacaq üçün sizə lazım olacaq və onu da qeyd edeyim ki, daxil olmamışdan öncə buradan Qəbələnin möhtəşəm təbiətini yenə də izləyə bilərsiniz. Möhtəşəm dağlarını, sünkar təbiətini siz izləyə bilərsiniz. Daxil olaq məkana. Gördüyünüz kimi bura zalımızdır. Lazım olacaq sizə hər bir, belə deyək, ümumiyyətlə bir məsələni qeyd edeyim. Prestij Əmlakda bütün kirayə evlərin hər birində sizin istirahət edə biləcəyiniz üçün bütün rahatlıqlar var. Bəzən, mən yenə də qeyd eləmək istəyirəm, bəzən elə olur ki, siz özünüzdən hər hansı bir avadanlıqlar almaq məcburiyyətində qalırsınız. Avadanlıq deyəndə ki, yəni istirahətinizi yüngülləşdirəcək, qab-qacaq, nə bilim deyək ki, amma burada ehtiyac yoxdur. Ümumilikdə Prestij Əmlakın bütün, belə deyək, evlərində sizə lazım olacaq bütün ev əşyaları vardır ki, hər birindən istifadə edə bilirsiniz. Bu, gördüyünüz kimi divanı, kondisioneri, televizoru, eləcə də, belə deyək, oturmaq üçün, əyləşmək üçün sizə lazım olacaq hər bir, belə deyək, avadanlıq və yataq otağı, daxil olub yataq otağını jaluzi əhatə olunmuş. Və bu da sizin əşyalarınızı yığmaq üçün qardirob deyək, mebel dəsti, tam rahat. Və bu da, görək bunu şırmı hardan yandırırlar. Və bu da bizə basit təsəvvür alacağız. Yəni, paltarlayan maşına hər bir şey də vardır. Və əlavə olaraq sizi düşünərək burada bir, buna nə deyirlər bizim dildə? Buna bizim dildə bilmirəm, amma rus dildə buna rastaduşka deyirlər. Yəni bundan istəsəniz istifadə edə bilərsiniz. Əgər siz yəni artıq qonağınız olarsa, ya belə bir halda yəni istifadə etmək olar. Artıq biz ikinci mərhələ. İkinci mərtəbəmiz. Baxın, bəzən, məsələn, siz burada istirahət edilən zaman, bu bizim ikinci yataq otağımızdır. Çöl görüntüsünü, məsələn, siz narahat edirlər. Amma bunu düşünərək, sizə bu cür vaxt jaluz pərdə təqdim ki, yəni bu sizin tam rahatçılığınızdır. Bütün rahatçılığınızı yəni burada qoruyub təmin edib və bu bizim paltar şkafımızdır, geyim şkafı, yəni necə istifadə edə bilərsiniz. Yenə də atopleya sistemi, belə deyək, yataq otağı, gözəl, komfortlu, hər şey öz qaydasında yüksək səviyyə.
Gel.